Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlər son illər keyfiyyətcə yeni mərhələyə daxil olub, əlaqələr strateji məzmun qazanıb, qarşılıqlı etimad əsas dayağa çevrilib. Azərbaycan prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının təsis olunması günü münasibətilə iki müqəddəs ocağın xadimi Kral Salman bin Əbdüləziz Əl Səuda ünvanladığı məktub bu münasibətlərin siyasi ifadəsidir. Məktubda qardaşlığa əsaslanan əlaqələrin gündən-günə genişləndiyi xüsusi vurğulanır. Dövlət başçısının fikirləri göstərir ki, tərəflər münasibətləri real əməkdaşlıq müstəvisində sürətlə inkişaf etdirir. Siyasi dialoq davamlı xarakter daşıyır, yüksək səviyyəli təmaslar iqtisadi-ticari sahələrdə konkret layihələrlə müşayiət olunur, regional və qlobal məsələlərdə mövqelərin üst-üstə düşməsi əməkdaşlığın strateji çərçivəsini gücləndirir. Azərbaycan enerji sektorunda şaxələndirmə siyasəti aparır, Səudiyyə Ərəbistanı isə bu sahədə konkret uğurları ilə dünyanın diqqət mərkəzindədir. Bu ölkənin Akva Power şirkəti tərəfindən 240 meqavat gücündə Xızı Abşeron külək elektrik stansiyasının tikilərək istismara verilməsi də ölkələrimiz arasında strateji tərəfdaşlığın konkret nəticəsidir. Bu layihə texnologiya transferi, investisiya axını və uzunmüddətli enerji təhlükəsizliyi deməkdir. Yaşıl enerji sahəsində əməkdaşlıq Azərbaycanın alternativ enerji potensialının reallaşdırılmasına töhfə verir. Bu, eyni zamanda Səudiyyə Ərəbistanının beynəlxalq investisiya strategiyasına uyğundur. Hər iki ölkə enerji keçidini prioritet hesab edir ki, bu da gələcək layihələr üçün geniş imkanlar açır. Məktubda ikitərəfli və çoxtərəfli platformalarda birgə əməkdaşlığın genişləndiriləcəyinə dair inamın ifadə olunması deməyə əsas verir ki, rəsmi Bakı və Əl-Riyad regional və qlobal miqyasda əlaqələndirilmiş fəaliyyəti vacib hesab edir. Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri strateji tərəfdaşlıq, dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf edir.